izah edir. Buyurur ki, "El-mu'ridu an meta'id dunya və tayyibatiha." Dünyanın nemətlərindən və dünyanın o gözəlliklərindən üz döndərən şəxs yuxassu bismi zahid. Buna deyirlər zahid. Deməli, zahid kimdir? Zahid o şəxsdir ki, dünyanın naz nemətindən, dünyanın o gözəlliklərindən üz döndərir. Baxın, burada mu'rid kəlməsi keçir, üz döndərmək. Üz döndərmək nə deməkdir? Baxın, iki məsələ var. Bir budur ki, bir insanın dünya nemətləri əlində yoxdur, ixtiyarında yoxdur. Bunu iki cür təsəvvür etmək olar. Bir var ki, bu insan bacarmır, qazansın, dünya nemətlərini, naz nemətlərini əldə etsin. Bir də var ki, bu insan bacarır, amma istəmir, yaxın durmur. Baxın, bu ikisi fərqlidir. Əl-mu'rid deyəndə məqsəd ikincidir, yəni üz döndərib. Üz döndərmək nə deməkdir? Yəni sənin o naz neməti əldə etmək imkanın var, amma sən deyirsən, ondan üz döndərirsən. İbn Sina burada istifadə olunan kəlmə çox önəmlidir. Əl-mu'rid, üz döndərən. İbn Sina deyir ki, zahid o şəxsdir ki, dünyanın naz nemətindən neynir? Üz döndərir.